Hacıqabulun igid oğullarından olmuş Qasımov Elman Yunis oğlu haqqında. Elman Qasımov Yunis oğlu 8 noyabr 1999-cu ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. 2005-ci ildə Hacıqabul rayonunun Udulu kəndinin tam orta məktəbinə daxil olmuşdur. 2016-cı ildə isə həmin məktəbin məzunu olmuşdur. Eyni ilin iyul ayında Gəncə Dövlət Regional Kollecinə daxil olmuşdur. Hələ uşaq yaşlarından idmana marağı olduğundan idman ixtisasını seçmək qərarına gəlmişdir. 2019-cu ildə isə kolleci bitirmişdir. Elman Qasımov 2019-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən dönməsinə bir neçə ay qalmış, 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlamışdır. Elman vətən müharibəsinə qatılaraq, düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda böyük sücaət göstərmişdir. Elman Qasımov Tərtər rayonunun Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və böyük sücaət göstərmişdir. 9 oktyabr 2020-ci il tarixində isə Tərtər rayonunun Suqovuşan kəndində düşmən ordusu tərəfindən mühasirəyə düşərək qəhrəmanlıq zirvəsinə ucalmışdır. 28 noyabr 2020-ci ildə isə Nəşi ailəsinə təhvil verilmişdir və böyüyüb başa çatdığı Hacıqabul rayonunun Udulu kəndində böyük izdihamla dəfn edilmişdir. Bu kimi məlumatları bilmək istəyirsənsə, kanala abunə olub, bəyəni paylaşmağı unutma.